Salam. Bugün sənin üçün gəl Azərbaycan dövlətinin təməl prinsiplərinə bir baş vuraq. Əlimizdəki mənbə də birbaşa Konstitusiyanın özüdür. 2-ci fəsil 7-ci maddədən başlayaraq 23-cü maddəyə qədər. Bu, bilirsiniz ki, dövlətin kimliyini, necə fəaliyyət göstərməli olduğunu müəyyən edən əsas sənəddir. Məqsədimiz nədir? Bu, hüquqi çərçivəni anlamaq, Azərbaycan necə bir dövlət kimi təsəvvür edilir, onun əsas dəyərləri hansılardır, hakimiyyət necə qurulub və hansı simvollarla təmsil olunur. Gəl elə birbaşa Konstitusiyaya baxaq, bu məsələləri aydınlaşdıraq. Başlayaq 7-ci maddədən Azərbaycan necə təsvir edilir? 4 əsas xüsusiyyət var. Demokratik, hüquqi, dünyəvi, unitar respublika. Bu terminlər, yəni kağız üzərində aydındır, bəs praktikada, gündəlik həyatda nə ifadə edir? Həqiqətən də bu 4 termin, belə deyək, dövlətin xarakterini müəyyən edir. Gəl hər birini biraz açaq. Demokratik, yəni hakimiyyətin mənbəyi xalqdır. Xalq da öz hakimiyyətini ya birbaşa, ya da nümayəndələri vasitəsilə həyata keçirir. Hüquqi dövlət, bu nə deməkdir? Qanunun aliliyi. Yəni heç kim, baxın, heç dövlətin özü belə qanundan üstün deyil. Hər kəs qanun qarşısında bərabərdir. Dünyəvi, bu da dinin dövlətdən ayrı olmasıdır. Dövlət bütün dini etiqadlara eyni məsafədə durur. Təhsil sistemi də dünyəvidir. Və nəhayət unitar, yəni ölkə vahiddir, bölünməzdir, mərkəzləşmiş hakimiyyət var, federasiya deyil. Bu prinsiplər həm də dövlət hakimiyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur. Daxili məsələlərdə yalnız hüquqla məhdudlaşır. Xarici siyasətdə isə Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrlə. Bu çox vacib bir tarazlıq nöqtəsidir əslində. Bəli, dövlət hakimiyyətinin sərhədlərinin olması, bu hüquqi dövlət prinsipinin elə əsasıdır. Və bu hakimiyyət özü də bölünür, elə deyilmi? 7-ci maddənin 3-cü hissəsi deyir ki, hakimiyyət bölünür. Qanunvericilik, Milli Məclis, icra, prezident, məhkəmə, məhkəmələr. Maddədə deyilir ki, onlar müstəqildir, amma eyni zamanda qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Bu, qarşılıqlı əlaqə, yəni necə baş verir? Bəlkə bir bənzətmə ilə izah edək. Əlbəttə. Bu sistemi, belə deyək də, mürəkkəb bir mexanizma bənzətmək olar. Məsələn, dəqiq işləyən bir saata. Hər bir çarxın, yəni hakimiyyət qolunun öz funksiyası var, müstəqil dövr edir. Amma eyni zamanda digər çarxlarla elə əlaqədədirlər ki, biri olmadan o biri tam işləyə bilməz. Ya da biri həddini aşsa, o birilər onu tarazlaşdırır. Buna nəzarət və tarazlıq sistemi deyilir. Qanunverici orqan qanun qəbul edir, icra hakimiyyəti onu icra edir, məhkəmə isə baxır ki, qanuna düzgün əməl olunurmu? Onların bir-birinə təsir imkanları var ki, heç biri, mütləq gücə sahib olmasın. Məsələn, parlament hökumətə nəzarət edir, prezident qanunlara veto qoya bilər, məhkəmələr qanunların konstitusiyaya uyğunluğunu yoxluyur. Bunun konstitusiyada belə aydın təsbit olunması, əlbəttə, idarəçilikdə özbaşınalığın qarşısını almaq üçündür. Bu bölgü çərçivəsində icra hakimiyyətinin başında duran fiqura, prezidentə gəl biraz yaxından baxaq. Bu bizi 8-ci maddəyə gətirir. Prezidentin funksiyaları necə müəyyən edilib? Deyir, dövləti təmsil edir, xalqın birliyini təcəssüm edir, dövlətçiliyin varisliyini təmin edir. Bunlar biraz sanki ümumi xarakterli görünür, amma maddədə prezidentin həm də konkret məsələlərin təminatçısı olduğu vurğulanır. Hansı məsələlərin? Düzdür. Təmsilçilik və birlik simvolu olmaqla yanaşı, prezidentə çox mühüm təminatçılıq funksiyaları verilib. Baxın, 8-ci maddəyə görə prezident dövlətin müstəqilliyinin təminatçısıdır. Ərazi bütövlüyünün, beynəlxalq müqavilələrə əməl olunmasının və ən əsası, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Bu təminatçı rolu çox genişdir, həm də məsuliyyətlidir. Yəni, dövlətin təməl dayaqlarının qorunması prezidentin birbaşa konstitusyon öhdəliyidir. Bu sadəcə bir vəzifə deyil, həm də konstitusiyana müəyyən edilmiş bir missiyadır, belə deyək. Üstəgillik, ərazi bütövlüyü təminatı dedik. Bu bizi birbaşa təhlükəsizlik mövzusuna gətirir və 9-cu maddəyə silahlı qüvvələr. Konstitusiyaya görə Azərbaycan silahlı qüvvələri niyə yaradır? Öz təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün. Burada bir dəyişiklik də var 2016-cı ildən. Silahlı qüvvələr təkcə ordu deyil, başqa silahlı birləşmələr də daxildir və prezident ali baş komandanda. Amma məncə bu maddədə ən diqqət çəkən hissə 2-ci bənddir. Elə deyil? Tamamilə razıyam.
9-cu maddənin 2-ci bəndi çox prinsipial bir mövqe tutur. Deyir ki, Azərbaycan Respublikası müharibəni başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi rədd edir. Bu çox maraqlı bir yanaşmadır əslində. Dövlət bir tərəfdən özünü qorumalıdır, ordu saxlayır. Digər tərəfdən isə konstitusiya səviyyəsində bəyan edir ki, təcavüzkar müharibəyə qarşıdır, bunu siyasət aləti kimi qəbul etmir. Bu həm müdafiə zərurətini tanıyır, həm də beynəlxalq hüquqa, sülhə sadiqliyi göstərir. Belə bəyanatların konstitusiyada olması dövlətin xarici siyasət kursu haqqında önəmli bir mesajdır. Xarici siyasət demişkən 10-cu maddədə elə bu mövzuya toxunur. Deyir ki, Azərbaycan başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Bu, bayaq danışdığımız 7-ci maddədəki o beynəlxalq müqavilələrlə məhdudlaşma prinsipi ilə necə əlaqələnir? Birbaşa əlaqəlidir və o prinsipi daha da konkretləşdirir əslində. Hamılıqla qəbul edilmiş normalar dedikdə, adətən BT nizamnaməsindəki prinsiplər nəzərdə tutulur. Məsələn, dövlətlərin suveren bərabərliyi, güc tətbiq etməmək, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, mübahisələri sülhlə həll etmək, daxili işlərə qarışmamaq və s. Yəni, Azərbaycan deyir ki, mən bu fundamental beynəlxalq qaydalara riayət edəcəm. Bunu konstitusiya səviyyəsində öhdəsinə götürür. Bu həm də 7-ci maddədəki məhdudiyyətin, belə deyək, içini doldurur. Dövlət hakimiyyəti bu normalara zidd gedə bilməz. Beynəlxalq münasibətlərdən keçək, dövlətin fiziki əsasına, əraziyə, maddə 11, Azərbaycan ərazisinin statusunu müəyyən edir, 3 əsas xüsusiyyət, vahid, toxunulmaz, bölünməz. Əraziyə nələr daxildir? Daxili sular, Xəzərin bizə aid bölməsi, hava məkanı. Ancaq ən kəskin ifadə məncə odur ki, ərazi özgəninkiləşdirilə bilməz. Bəli, 11-ci maddənin 3-cü hissəsi çox qətidir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Bu göstərir ki, ərazi bütövlüyü nə qədər fundamental bir dəyərdir və sərhədlərin dəyişdirilməsi üçün də çox ciddi bir prosedur var. Bu yalnız Milli Məclisin qərarı ilə ümumxalq səsverməsi, yəni referendum yolu ilə Azərbaycan xalqının iradəsi ilə baş verə bilər. Başqa cür yox. Bu ərazi məsələlərini birbaşa xalqın iradəsinə bağlayır. Milli suverenliyin çox güclü təzahürüdür. Ərazi üzərindəki suverenliyin bu cür konstitusional müdafiəsi dövlətin mövcudluğunun əsas şərtlərindəndir. Dövlətin strukturunu, xarici əlaqələrini, fiziki əsasını müəyyən edən bu maddələrdən sonra, gəl indi baxaq konstitusiya dövlətin daxili fəaliyyətinin əsas məqsədlərini necə qoyur. Yəni, vətəndaşların rifahı, iqtisadiyyat, sosial həyat. Bu bizi 12-ci maddəyə gətirir, dövlətin ali məqsədi. Nədir bu ali məqsəd? 12-ci maddə çox açıq şəkildə deyir, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. Buradakı ali məqsəd ifadəsi çox önəmlidir. Yəni, dövlətin bütün fəaliyyəti son nəticədə insana yönəlməlidir. Onun hüquqlarına, rifahına. İnsan mərkəzli yanaşmadır bu. Maraqlıdır ki, o, layiqli həyat səviyyəsi ifadəsi 2009-da əlavə edilib. Bu da yəqin ki, sosial rifah məsələlərinə artan diqqəti göstərir. Və bu hüquqların təminatı yenə də beynəlxalq müqavilələrlə əlaqələndirilir. Bu da göstərir ki, dövlətin həm daxili, həm də beynəlxalq hüquqla müəyyən olunur. İnsan hüquqları demişkən, mühüm bir hüquq da mülkiyyət hüququdur. Maddə 13. Mülkiyyət toxunulmazdır, dövlət qoruyur, 3 növü var. Dövlət, xüsusi, bələdiyyə. Amma maraqlı bir məhdudiyyət də var. Deyir ki, mülkiyyətdən insan hüquqları, cəmiyyət və dövlət maraqları şəxsiyyətin ləyaqəti əleyhinə istifadə etmək olmaz. Bu nə deməkdir? Bu məhdudiyyət çox vacib bir prinsipi əks etdirir. Mülkiyyət hüququ mütləq deyil, sosial məsuliyyət daşıyır. Yəni, sən öz mülkündən istifadə edərkən, başqalarının hüquqlarına, cəmiyyətin ümumi maraqlarına ya da insan ləyaqəti kimi fundamental dəyərlərə zərər vura bilməzsən. Bu, belə deyək, klassik liberal mülkiyyət anlayışı ilə sosial dövlət prinsipləri arasında bir uzlaşma cəhdidir. Əlbəttə, praktikada bu balans necə qurulur? Məsələn, hansı cəmiyyət marağı fərdi mülkiyyəti üstələyir,
Bu artıq qanunvericiliklə, məhkəmə təcrübəsi ilə müəyyən olunur. Bəzən mürəkkəb müzakirələr olur, amma konstitusiya bu potensial ziddiyyəti nəzərə alır, çərçivəni müəyyən edir. Təbii sərvətlər də bir növ mülkiyyətdir. 14-cü maddə qısaca deyir ki, təbii ehtiyatlar başqalarının hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Bu yəqin ki, dövlətin təbii sərvətlər üzərindəki suverenliyini təsdiqləyir. Bəli, bu maddə təbii sərvətlərin xalqa məxsus olduğu prinsipini gücləndirir və dövlət bu sərvətləri xalqın mənafeyi üçün idarə etməlidir. Eyni zamanda o, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafeylərinə xələl gətirmədən ifadəsi göstərir ki, mövcud qanuni hüquqlarda qorunur. İqtisadiyyata gəlincə, 15-ci maddə Azərbaycan iqtisadiyyatının əsaslarını qoyur. Deyir, iqtisadiyyat müxtəlif mülkiyyət növlərinə əsaslanır və xalqın rifahının yüksəldilməsinə xidmət edir. Dövlətin rolu nədir? Bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaratmaq, azad sahibkarlığa təminat vermək, insarçılığa, haqsız rəqabətə yol verməmək. Yenə 2009-cu il əlavəsi sosial yönümlü. Bu nə deməkdir? Bazar iqtisadiyyatı ilə sosial yönüm necə uzlaşır axı? Bu, müasir dövlətlərin çoxunun qarşılaşdığı bir suala cavab cəhdidir əslində. Bazar iqtisadiyyatı azadlığı, rəqabəti, səmərəliliyi təşviq edir. Bu aydındır. Amma tənzimlənməyən bazar, bilirsiniz ki, sosial bərabərsizlik yarada bilir, ətraf mühitə ziyan vura bilir, arzulunmaz nəticələr ola bilir. Sosial yönümlü ifadəsi isə göstərir ki, dövlət bu potensial mənfi təsirləri yumşaltmağa çalışır. Gəlirlərin daha ədalətli bölgüsünü təmin etməyə, sosial müdafiə sistemləri qurmağa çalışır. Yəni, məqsəd təkcə iqtisadi artım deyil, həm də bu artımın nəticələrinin bütün cəmiyyətə yayılmasıdır, sosial məqsədlərə xidmət etməsidir. Dövlət həm oyun qaydalarını qoyur, inhasarçılıqla mübarizə, həm də nəticələrə bir növ müdaxilə edir, sosial proqramlarla. Bu, çox incə bir tarazlıqdır. Sosial məsələlərə birbaşa toxunan 16-cı maddə bu sosial yönümü daha da açır. Deyir ki, dövlət təkcə rifah və sosial müdafiəyə baxmır, həm də mədəniyyət, təhsil, səhiyyə, elm, incəsənətin inkişafına yardım edir, təbiəti, tarixi, maddi və mənəvi irsi qoruyur. Bu, dövlətin üzərinə, yəni olduqca geniş öhdəliklər qoyur. Həqiqətən də, bu maddə göstərir ki, dövlət təkcə, belə deyək, gecə gözətçisi deyil, yəni minimum funksiyaları yerinə yetirən bir qurum deyil. Əksinə, aktiv şəkildə cəmiyyət həyatının müxtəlif sahələrinin inkişafında rol oynayan bir qurum kimi təsəvvür edilir. Sosial rifahdan tutmuş, mədəni irsin qorunmasına qədər çox geniş bir spektr əhatə olunur. Bu, müasir sosial dövlət konsepsiyasının konstitusiyadakı əksidir. Özəyi sayılan ailə və xüsusilə uşaqlar haqqında da 17-ci maddə danışır. Ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq valideyn borcudur, dövlət nəzarət edir. Valideyn himayəsindən məhrum uşaqlar dövləti himayəsindədir. Burada da 2009-cu il əlavələri var. Uşaqları zərərli fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamışları işə götürmək olmaz. Dövlət uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edir. Bu əlavələr nəyi dəyişdi konkret olaraq? Bu əlavələr əslində uşaq hüquqlarının konstitusiya müdafiəsini xeyli gücləndirdi. Əvvəlki variant daha çox sanki valideyn məsuliyyətinə fokuslanırdı. Amma yeni bəndlər dövlətin birbaşa rolunu və məsuliyyətini artırdı. Uşaqların müdafiəsində, onların istismardan qorunmasında, hüquqlarının təmin olunmasında dövlətin rolu daha qabarıq oldu. Uşaq əməyinin konkret yaş həddi ilə qadağan edilməsi, zərərli fəaliyyətə cəlbin yasaqlanması, dövlətin nəzarət funksiyası. Bütün bunlar göstərir ki, uşaqlar xüsusi həssas qrup kimi tanınır və onların maraqları üstün tutulur. Bir başqa həssas mövzu din və dövlət münasibətləri. Maddə 18. Azərbaycanı dünyəvi dövlət elan edir. Din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Amma burada da bir məhdudiyyət var. Deyir ki, insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin və 2009-da əlavə olunan dini cəryanların yayılması qadağandır. Həmçinin dövlət təhsil sistemi dünyəvidir. Bu balans necə işləyir? Bu, dünyəvi dövlətlərin çoxunun üzləşdiyi klassik bir balansdır əslində. Bir tərəfdən,
Dövlət dinə qarışmır, bütün dinlərə bərabər məsafədədir, vətəndaşların vicdan azadlığını təmin edir. Bu aydındır. Digər tərəfdən isə bu azadlıq mütləq deyil. Əgər hər hansı bir dini təbliğat və ya fəaliyyət fundamental insan hüquqlarına, məsələn, ləyaqətə ya da cəmiyyətin əsaslarına, humanizmə ziddirsə, dövlət müdaxilə edə bilər. O, dini cərəyanlar ifadəsinin əlavə edilməsi də, yəqin ki, daha geniş spektrli dini təzahürləri əhatə etmək üçündür. Təhsilin dünyəviliyi isə o deməkdir ki, dövlət məktəblərində tədris elmi biliklərə əsaslanır. Hər hansı bir din təbliğ olunmur. Bu da bütün şagirdlərə bərabər mühit yaradır. İndi isə gələk daha konkret, gündəlik həyatda rastlaşdığımız dövlət atributlarına. Maliyyə sistemi ilə başlayaq. Maddə 19, pul vahidi, manat. Pul buraxmaq hüququ yalnız Mərkəzi Banka məxsusdur. Əvvəlki adı Milli Bank idi, 2009-da dəyişib. Və bu bank dövlətin müstəsna mülkiyyətindədir. Başqa pulların ödəniş vasitəsi kimi işlədilməsi isə qadağandır. Bu niyə vacibdir? Milli valyutanın olması və onun emissiyasına nəzarət edən müstəqil bir mərkəzi bankın olması iqtisadi suverenliyin əsas elementlərindəndir. Bu, dövlətə imkan verir ki, öz pul kredit siyasətini yürütsün, inflyasiyanı idarə etsin, maliyyə sabitliyini təmin etsin. Başqa valyutaların rəsmi ödəniş vasitəsi kimi qadağan edilməsi də milli valyutanın statusunu qoruyur və ölkə daxilində vahid iqtisadi məkanın saxlanmasına kömək edir. 20-ci maddədə isə çox spesifik, amma maraqlı bir detal var. Deyir ki, dövlətə qarşı qıyama və ya dövlət çevrilişinə kömək məqsədi ilə alınan borclar öhdəlik kimi qəbul edilmir, ödənilmir. Bu, yəqin bir növ tarixi təcrübələrdən çıxan nəticədir. Çox güman ki, bu dövlətin legitimliyini və davamlılığını qorumağa yönəlmiş bir müddəadır əslində. Dövlət bəyan edir ki, onun konstitusiyon quruluşuna qarşı yönəlmiş fəaliyyətlərin maliyyələşdirilməsi nəticəsində yaranan borcları gələcəkdə tanımayacaq. Bu, həm daxili qeyri-sabitliyin qarşısını almağı bir siqnaldır, həm də potensial xarici müdaxilələrin maliyyə əsaslarını zəiflətməyə yönəlmiş bir addımdır. Dövlətin başqa bir vacib atributu dil. Maddə 21. Dövlət dili Azərbaycan dilidir və dövlət onun inkişafını təmin edir. Amma eyni zamanda əhalinin danışdığı başqa dillərin də sərbəst işlədilməsi və inkişafı təmin edilir. Bu, dil siyasətini necə tənzimləyir? Həssas mövzudur axı. Bu maddə, belə deyək, rəsmi dövlət dilini təsbit edir, amma eyni zamanda multikulturalizm və lingvistik müxtəlifliyə hörmət prinsipini də əks etdirir. Yəni, dövlət işlərində, rəsmi sənədləşmədə Azərbaycan dili əsasdır. Lakin bu, digər dillərin ictimai həyatda, mədəniyyətdə, mediada istifadəsinə mane olmur. Hətta onların inkişafına dövlət dəstəyi də nəzərdə tutulur. Bu, birliyi qorumaqla yanaşı, fərqliliklərə də yer verən bir modeldir. Və nəhayət, paytaxt və dövlət rəmzləri. 22-ci maddə çox qısadır, paytaxt Bakı şəhəridir. 23-cü maddə isə rəmzləri sadalayır. Bayraq, gerb, himn. Bayrağın təsviri də verilir. Mavi, qırmızı, yaşıl üfüqi zolaqlar, ortada ağ aypara və 8 cüşəli ulduz, enin uzunluğa nisbəti 1/2. Bu rəmzlərin detalları, statusu necə müəyyən olunur? Maddə 23-ün 3-cü bəndinə görə, bayrağın və gerbin təsviri, himnin musiqisi və mətni daha yüksək hüquqi qüvvəyə malik olan Konstitusiya qanunu ilə müəyyən edilir. Rəmzlərin Konstitusiyada təsbit olunması və detallarının məhz Konstitusiya qanunu ilə müəyyən edilməsi onların dövlət üçün nə qədər fundamental olduğunu göstərir. Onlar dövlətin kimliyini, tarixini, dəyərlərini ifadə edən, milləti birləşdirən vacib atributlardır. Beləliklə, səninlə birlikdə Konstitusiyanın bu vacib hissəsini 7-dən 23-cü maddəyə qədər nəzərdən keçirdik. Ümumiləşdirsək, Azərbaycan Konstitusiyası dövləti necə təsəvvür edir? Demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi. Hakimiyyətlər bölünür, prezident dövlət başçısıdır, həm də təminatçıdır, ərazi bütövlüyü, suverenlik toxunulmazdır. Ali məqsəd insan hüquqları və layiqli həyat səviyyəsidir. İqtisadiyyat sosial yönümlü bazar prinsiplərinə əsaslanır, dövlət sosial, mədəni sahələrdə məsuliyyət daşıyır, ailə, uşaq hüquqları qorunur, din dövlətdən ayrıdır. Və təbii ki, dövlətin öz dili, paytaxtı, pul vahidi, rəmzləri var. Bu, həqiqətən də müasir bir dövlətin
əsas konturlarını cızır. Məhz. Və bu konturlar, necə deyim, donmuş deyil, statik deyil. Danışdığımız kimi, o 2009 və 2016-cı illərdə edilən əlavələr, dəyişikliklər, məsələn, layiqli həyat səviyyəsinin əlavə olunması, sosial yönlü iqtisadiyyat, uşaq hüquqlarının gücləndirilməsi, silahlı qüvvələrin tərkibi, bütün bunlar göstərir ki, konstitusiya zamanın tələblərinə, dəyişən şəraitə, prioritetlərə uyğunlaşa bilən yaşayan bir sənəddir. O, həm dövlətin fundamental kimliyini qoruyur, həm də onun inkişafına imkan yaradır. Bu dərin təhlildə bizimlə olduğun üçün sənə təşəkkür edirik. Ümid edirik ki, bu müzakirə konstitusiyanın bu vacib fəslini daha yaxşı anlamağa kömək etdi sizlərə də. Sonda isə icazənizlə səni biraz düşünməyə vadar edəcək bir sual vermək istərdim. Baxın, konstitusiya kağız üzərində dövlətin ideallarını müəyyən edir. Hüquqların təminatı, rifah, dünyəvilik kimi və strukturunu müəyyən edir. Bəs bu yüksək prinsiplərin və mürəkkəb strukturların iqtisadiyyatda, sosial siyasətdə, məhkəmə sistemində, beynəlxalq münasibətlərdə, yəni gündəlik həyatda tətbiqi zamanı hansı praktik çətinliklər ortaya çıxa bilər? Hansı ziddiyyətlər, gözlənilməz nüanslar yarana bilər? Başqa sözlə, konstitusiyanın mətni ilə real həyat arasındakı o məsafəni qət edərkən nə baş verir? Bu barədə düşünmək, məncə, konstitusiyanın əsl mənasını anlamaq üçün çox vacibdir.